Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Nakişin, insan psixologiyası metodisti. Belə bir mövzu var, deyilir insanları, yaxud hər hansı bir növ insanı uzun yol gedən zaman bilə bilərsən kimliyini, yaxud şəxsiyyətli, yaxud şəxsiyyətsiz olduğunu, pis, yaxşı xarakterini. Bilirsiniz, insanlar əksər zaman ilk, yəni əvvəl mərhələdə, birinci mərhələdə təməl olaraq qarşı tərəfə heç zaman pis, mənfi xarakterlərini göstərmirlər. Niyə? Çünki onun qaçıb aradan çıxmasını gətirib çıxara bilər. Planlama ilə, ardıcıllıqla, müsbətdən mənfiyə doğru olaraq hər şey zamanla o göstərilməsə də ortalığa çıxır ki, bu insan nədir? Və nəticə etibarilə də əksər insanların pərdələnməsi istər pis xarakter sardan, istər əxlaqsızlıq sardan, istər mədəniyyət yaxud mədəniyyətsizlik sardan zaman elə bir ölçü vahididir ki, daimi olaraq bütün faktları nöqtəsindən vergülünə kimi göz qabağında gətirib göstərir. Və həmin insanı da təbii ki, bir müddət danışmalısın. 1 ay, 2 ay təbii ki, kifayət eləmir. Zamana qalsa bir 3 ay, 4 ay, yəni nisbi balans ölçüsü sərgilənməsi təbii ki, 3 aydan başlayır. Və istənilən məsələdə əgər qarşı tərəf səni əksər mövzularda mən səni səhv çıxardım, səni günahkar çıxardım, xırda bir məsələdə qeyri-etik səslənən ifadələr, sən şərəfsizsən, sən zındırsan, tryapkasan kimi ağır səslənən qeyri kobud və sair belə deyək, varvarizm tipli ifadələr əgər həmin insanlar bir tərəfdən qarşı tərəfə xırda bir detaldan səslənirsə, deməli o səni gözdən çıxartmağa çox tez hazırdır. Və səni alçatmağa, təhqir etməyə, səni söyməyə sanki belə deyək, bir növ variant axtarılmış, o variant gəldi çatdı. Çalışın hər zaman xırda bir növ mənfi senzuranı, qlobal qarışqanı fil edən bir məsələ kimi də görən zaman çalışın oradan qaçın. Çünki o insanlar heç zaman sizə xeyir gətirmir. Əksinə sizə ziyan gətirən bir şiddətli formada. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyən şəxsi mesaj göndərsə məlumat verə bilərlər.